Sizə lülə necə hazırlanır onu göstərəcəm. İndi tam xırdalığına kimi. Qəssabdan ət alanda çalışın ki, bir gün qalmış ət alın, sveji şəkildə, yəni hər gün kəsilmiş ət almayın. Yəni növbət bir gün öncəki əti alın. Əti aldıqdan sonra burada 3 kilo ət var, 1 kilo tam şəkildə 3 kilo ət var, 2 kilo dana ətidir, 1 kilo quzunun quyruğu. Və bu şəkildə soğanımız da 600 qramdır, kiloya 200 qram qatırıq. Keçiririk belə aparatdan. Keçirdəndən sonra suyunu sıxacağıq əlbəttə ki. İndi göstərəcəm sizə də dəqiqliyi ilə. Çox sulu olanda da əti çürüdür, şişdən sallandır. Elə şişə vurursunuz, qırağa qoyursunuz, görürsünüz ki, şişin arxa tərəfində sallanma verir. Bunların hamısının xırda dəqiq proseslərdən keçməsə, yəni manqala da qoysaz yenə töküləcək biraz istilik dəyən kimi. Bu qaydada soğanımızı boşaldırıq. Boşaldıqdan sonra suyumuzu sıxırıq, soğanın suyu. Biraz suludur soğanımız, sıxmaq məcburiyyətində. Çox da belə güclə yox, xırda belə suyu sıxırıldı, bəs edir. O göstərirəm sizə bu qaydada. Əlavə edirik qabımıza, ətimizin üzərinə. Bunu mən sizə göstərmək üçün çəkdim. 3 kilo ətin miqdarına nə qədər soğan qatılır, nə qədər quyruq qatılır. Bu qaydada çəkəndən sonra qəşəng bunu yoğurmaq lazımdır. Duzunu da vururuq. Duzu mən gözə yarı vurun da, yəni necə deyim sizə, hər öz miqdarını bilir əl ölçüsündən hazırlayanlar. Hazırlayandan sonra qəşəng qarışdırırıq bunu bu şəkildə. Qarışdırın, ürəklə qarışdırmaq lazımdır. Biraz bizim qabımız balacadır. Düzdür, çalışın geniş qabdan istifadə edin. Geniş qabda əti fırlamaq daha rahat olur. Biraz da çırparsınız, qaldırıb əti bu qaydada. Yəni xəmir necə yoğulursa o qaydada yoğurun, tam şəkildə soğan təmas eləsin ətə. Yəni tam qarışım olunsun. Bu qayda hazırlayandan sonra indi şişə də vuracağım, bişmə prosesini də göstərəcəm sizə bir xırdalığına kimi. Videonun axırına kimi baxın, 3 dəqiqə 31 saniyəlik videodur. Qarışdırdıq. Bu şəkildə tam hazır olmağa saniyələr qalır. Bunu götürürük əlimizə qəşəng. Çalışın 200 qramdan artıq kusok eləməyin. 200 qramdan artıq olanda ətin yükləməsi çox olur, şişdən tökülmə ehtimalı çoxdur. Balaca bax, əl içi boyda belə şariklər hazırlayın. Bax, şişimizi gətirdim. Bax, vururam şişə. Bu qaydada ət bizdə təzədir, yəni biz bu işin içində olan adamlarıq da saxlaya bilərik. Amma siz yenə də xatırladıram, bir gün qalmış ətdən və yaxud da əti sveji alırsa bir gün dinləmə gözündə xaladelniyə saxlayın. Bu qaydada vururam şişə. İndi sizə bişməsini də göstərəcəm. Videonun sonuna kimi baxın, zəhmət olmasa. Səhifəmizi də takip edin. Sizə hər şey haqqında məlumat verəcəm. Lazım gəlsə direktimizə də yazarsınız. Bu kababların da gəlib yerində dadına baxa bilərsiniz. Volt və Boltda da varıq. Bu qaydada hazırladıq. Bu da bişmə prosesi. İndi göstərirəm sizə, baxın. Bu qaydada bax. Bu belə çıxacaq lüləniz. Hər kəs hazırlayanlar nuş olsun.